Hansı imama Əmir el-Müminin deyilir? Buyur İmam canım. Əli əleyhissalam. İmam Əli əleyhissalam. Nə deməkdir mənası? Möminlərin əmri. Möminlərin əmiri. Yaxşı, sağ ol. 1-0 Kamil qabaqdadır. Kamil nə qədər rüşvət vermisən deyərsən sonra. İmam Məhdinin baş əsgərlərinin sayı, yəni səhabələrinin sayı hansı döyüşdəki müsəlmanların sayı ilə eynidir? Bədir döyüşündə 313 nəfər. Bədir döyüşündəki 313 nəfərdən biridir. 1-1. Dua kitabı olan Səhifə-i Səccadiyyə hansı imama məxsusdur? İmam Səccad əleyhissalam. Bəli, İmam Səccadın əsl adı nədir? İmam Əli. İmam Əli. Bəli, buyur. Anar bizim möminimiz oldu. Həmişə şeytan deyil, bu səfər mömin deyil. Növbəti. Final raundundayıq. Birinci sualımız budur. Quranda nəsx olunmuş ayələr dedikdə nə nəzərdə tutulur? A few moments later. Bu sualı ikiniz də bilmədiyinizə görə cavabını özüm deyirəm ki, nəsx olunmuş, yəni qüvvədən düşmüş, hökmdən düşmüş deməkdir. Quranda aşağıdakılardan hansı peyğəmbərin adı yoxdur? Musa, Xızır, Yaqub. Yaqub. Xızır. Xızır əleyhissalamın adı yoxdur. Yaqubu əleyhissalamın və Musa əleyhissalamın adı var. Hal-hazırda hesab 1-0-dır. Son sual. Allah hansı həşərata vəhy nazil eləyib? Arıya. Bəli, bal arısına nazil eləyib. Bəli. Uşaqlar otduğunuza görə anar sizə təşəkkür edirik. Oldu, Əqani anar. gözləyirəm ha sənə.